Neftçala şəhərində yerləşən Elton Həbibov adına tam orta ümum təhsil məktəbi əldə etdiyi uğurlarla diqqət çəkməyə davam edir. Təhsil ocağı 2015-ci ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə ilin ən yaxşı ümum təhsil məktəbi adına layiq görülüb. Son illərdə məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2023-cü ildən etibarən burada rəqəmsal bacarıqlar layihəsi tətbiq olunur və hazırda 445 şagird bu platformadan aktiv şəkildə istifadə edir. Layihənin tətbiqi şagirdlərin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərib. Məktəbdə keyfiyyət göstəricisi 88,8%, iştirak faizi isə 99% təşkil edir. Belə ki, məktəbdə 791 şagird təhsil alır. Məktəbdə 10-cu 11-ci sinif təmayül siniflərimizin sayı 5-dir və həmən təmayül siniflərdə yüksək nəticə göstərən şagirdlərimiz təhsil alır. Bunlardan Respublika Fənn Olimpiyadasının 2 dəfə demək finalçısı və 2024-25-ci tədris ilində qızıl medalçısı Ələkbərzadə Malik misal göstərmək olan Ələkbərzadə Malik eyni zamanda Əlaçı Tele layihəsinin bu il üzrə qalibi olmuşdur və həmin şagirdimiz həm də Respublika Fənn Olimpiyadasında, final olimpiyadasında iştirak etmiş. Yəqin ki, yenə də qızıl medallı məktəbimizin adına yazacaqdır. Və qeyd etmək istəyirəm ki, məktəbimizdə şahinlər və eyni zamanda sərhədçi idman oyunları da yüksək nəticələrlə fərqlənir şagirdlərimiz və həmin yarışlarda çox yüksək motivasiya ilə iştirak edirlər. Şagirdlər müxtəlif bilik yarışlarında da uğurla çıxış edərək məktəbi layiqincə təmsil edirlər. Onlardan bir qismi Zəkalar Olimpiyadasında iştirak edərək şahmat üzrə 1-ci, intellektual yarış üzrə 3-cü yerə layiq görülüblər. Təhsil müəssisəsində ümumilikdə 69 müəllim fəaliyyət göstərir. Müəllimlərin əksəriyyəti sertifikasiya imtahanlarında 50-dən yüksək nəticə əldə edib ki, bu da tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Eyni zamanda məktəbdə 4, 6 və 9-cu siniflərdə mütəmadi olaraq elektron imtahanların keçirilməsi şagirdlərin nailiyyətlərinin artırılmasına xidmət edir. Elvin Qudratov, Səmil Şahlaroğlu, Bugün informasiya proqramı üçün.